Sizinlə yenə mən nevroloq və neyromodulyasiya mütəxəssisi Leyla Şahbazova. Ümumiyyətcə psixosomatika nədir? Uzun illərdir bu mübahisəli mövzu olsa da artıq 20 ildir aparılan tədqiqatlar, neyroelm, immunologiya və psixologiya tədqiqatları onu göstərir ki, psixoloji, emosional yüklənmələr, travmalar bədəndə fizioloji dəyişikliklərə, yəni tibbən ölçülə bilən dəyişikliklərə gətirib çıxarda bilər. Və neyroendokrin mexanizm yönündə baxsaq, əvvəllər biz stresi sadəcə olaraq hiss kimi qəbul etsək də, artıq sübut olunub ki, uzun müddətli stres hipofiz hipotalamus adrenal oxunu aktivləşdirir. Bu da kortizol, adrenalin, noradrenalin hormonlarının yüksəlməsinə səbəb olur. Bu qısa müddətdə bizə xeyir versə də, uzun müddətdə nələrə gətirib çıxarda bilər? Mədə problemlərinə, mədə turşuluğu, bağırsaq hərəkətliliyi, əzəlilərdə gərginlik, immunitetin düşməyi və s. kimi problemlərə gətirib çıxarda bilər. Neyroimmun mexanizm və neyroimmun mexanizm gözündən baxsaq, artıq sübut olunub ki, uzun müddətli stres bədəndə sitokinləri artırır və bu da bədənimizdə olan iltihabı artırır. Bu nə deməkdir? Yəni, revmatoid artrit, asma, psoriaz, ekzema kimi və s. xəstəlikləri artıra bilir. Yəni, psixosomatika var. Uzun müddətli stres və emosional yüklənmələr bədənimizdə ciddi fizioloji, tibbən ölçülə bilən nəticələrə gətirib çıxarda bilər. Yəni xəstəliklərə. Ona görə ilk növbədə psixikamızı qorumalıyıq. Mövzu ilə bağlı suallarınızı şərhlər bölməsində verə bilərsiniz. Daha çox informasiya almaq üçün kanalıma abunə ola bilərsiniz.